Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Bu günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də dövrümüzün şiə məracələrindən biri hesab olunan Seyyid Əli Hüseyin Sistani ağanın bir mövzuya münasibətidir. Ne zaman bu sual ağadan soruşulub, o tarixi mən bilmirəm, mənə məlum deyil. Amma bu sual və suala verilən cavabda bəzi detallar bizə də aiddir birbaşa, yəni Azərbaycanlı olaraq. Buna görə də bəzi məqamlara xüsusi yer ayırmaq bu məsələdə, bu məsələnin fonunda mənə görə zəruri hala çevrilib. Ona görə bəzi məqamları qeyd etməliyik. Əvvəla sualı oxuyaq. Sualda qeyd olunur ki, bəzi İslam ölkələrində hökumət məscid imamlarına aylıq maaş ayırır və onların bir qismi də şiə ruhaniləridir. Bu barədə sizin nəzəriniz nədir? Seyyid Əli Hüseyin Sistani ağaya müraciət olunur bu sual. Ağa isə cavabında buyururlar ki, Allah Seyyid Əli Hüseyin Sistani ağanı, Xamni ağanı rəhbəri və digər bütün məraciyi, bütün Əhl-i Beyt alimlərini yerin göyün bəlasından hifz eləsin inşallah. Allah onların ömürlərinə bərəkət versin, necə ki bərəkət verib. Ağa cavabında buyururlar ki, biz möminlərə tövsiyə edirik ki, dövlət maaşı alan şəxsin arxasında namaz qılmasınlar. Bu ağanın bir mənalı tövsiyəsidir. Dövlətdən maaş alan şəxslərdən deməli arxasında namaz qılınmasın. Sonra buyurur ki, bu tövsiyə onun ədalətinə ləkə vurmaq və ya ona töhmət vurmaq, onu ittiham etmək üçün deyil. Sadəcə bu məqamların, onların sahiblərinin mümkün olan hər bir dövlət müdaxiləsindən, hətta uzaq gələcəkdə belə tamamilə uzaq qalması üçündür. Əlbəttə, ağa buyurur ki, deməli, bu onları ədalətdən düşməsinə və onları nədəsə ittiham eləməyinə səbəb olmamalıdır. Sadəcə, dövlət həmən şəxslərə bu mövzuda müəyyən məsələlərə məcbur eləyə bilər və s. Əvvəla onu qeyd etməliyik ki, dövlətdən maaş almaq özü-özlüyündə haram deyil. Bu, bütün müctəhidlərin fətvalarında belə qeyd olunur. Dövlətdən maaş almaq heç bir halda haram deyil və burada tövsiyə xarakterli daşıması da mən düşünürəm ona görədir ki, bəzi məsələlərə və xüsusən bu məsələyə infiradi, fərdi şəkildə yanaşmaq lazımdır. Çünki bəzi ruhanilər var, onlar məcburiyyət qarşısında qalıblar, dövlətdən maaş alırlar, məscidlərdə fəaliyyət göstərirlər, maaş alırlar. Bəziləri ümumiyyətlə dövlətdən deməli, hər hansı bir prosesinə, hər hansı bir dövlətin həyata keçirməli olduğu göstərişinə, qanununa ümumiyyətlə baxmır. Bəziləri isə dövlətin həyata keçirdiyi zülmlərdə birbaşa iştirak edir. Buna görə də bu məsələ biraz açıq qalır. İnsanlar, yəni möminlər, dəyərli möminlər özləri deməli çıxarış eləyə bilərlər. Bəzi ruhanilər var, onlara ümumiyyətlə heç nəinki arxasından namaz qılmaq, yaxın getmək olmaz. Bəziləri var, bəli, ondan arxasına namaz da qıla bilərsiniz, ondan sonra dediklərinə də əməl etmək olar. Yəni, bu fərdi bir vəziyyət daşıyır. Mən əslində bu tövsiyə xarakterli bu fikrin, ağanın bu cavabını şərh etmək nə gücündəyəm, nə o qədər savadım var ki, mən ağanın tövsiyəsini izah eləyim. Mən ümumiyyətlə bu fikirdə deyiləm, durum ağanın dediyi sözü, fətvasını, hökmünü mən izah eləyim cəmaata, şərri bir vəzifə kimi cəmaata çatdırım. O iqtidarda deyiləm mən, o təbii ki, elmi baxımdan, elmi və mənəvi baxımdan o gücdə deyiləm, o iqtidarda deyiləm. Sadəcə sosial şəbəkələrdə diqqətimi çəkən bu məsələ üzərində
bəzi nüanslara toxunmaq istəyirəm. Əvvəla onu deyim ki, piş namazın, yəni cəmaət namazında imamlıq eləyən şəxsin fətvaları ilə bağlı, daha doğrusu şərtləri ilə bağlı aşağı-yuxarı bütün müctəhidlərdə fikirlər eynidir, fətvalar eynidir. Bütün müctəhidlər deməli piş namazın, imam cəmaatın şəraitini açıq şəkildə qeyd edir. Onlardan da ən şəffafı ədalətli olmaqdır. Ədaləti də yenə də şəri cəhətdən izah edirlər. Haramdan çəkinmək, vacibatı yerinə yetirmək kimi və zahirdə deməli günah etməyən şəxs kimi İslamı əməl edən, İslamın abrını müdafiə edən, İslamın abrına ləkə gətirməyən, qiraəti düzgün olan və s. bu cür deməli izah olunur. Burada isə bu məsələ, bu deməli tövsiyə Azərbaycanla əlaqəli olan tərəflərini biraz izah etməyə ehtiyac var. Əvvəla biz gəlin ondan başlayaq ki, burada İslam ölkələrindən söhbət gedib ki, bəzi İslam ölkələrindən Azərbaycan İslam ölkəsi hesab olunur ya hesab olunmur. Bu məsələyə baxaq. Bir mənalı olaraq əvvəlcə onu deyək ki, burada Azərbaycan əhalisinin təqribən 90%-dən çoxu, 95%, 93%, 97% müxtəlif statistik rəqəmlər var, amma mən düşünürəm ki, əhalinin 90%-dən biraz artığı müsəlmandır. Çünki statistikalar dəqiq deyil və biz Azərbaycanlı yaşadığımız üçün, Azərbaycanda olduğumuz üçün, bölgələri tanıdığımız üçün biz bilirik ki, əhalinin böyük əksəriyyəti, bəlkə də mütləq əksəriyyətinə az faiz qalmış insanlar müsəlmandırlar. Məzhəblər, təriqətlər o ayrı bir mövzu, amma müsəlmansızlıqdan söhbət gedir. Və əgər əhalisinin 90%-dən çoxu müsəlman dininin daşıyıcılarıdırlarsa, o zaman həmən ölkəyə biz müsəlman ölkəsi deyə bilərik və biz görürük ki, Azərbaycanda elə bir kənd, elə bir yaşayış məskəni yoxdur ki, üzr istəyirəm. Elə bir yaşayış məskəni yoxdur ki, orada İslami atributlar, İslami simvollar deməli olmasın. Bütün kəndlərimizdə, rayonlarımızda, yaşayış məskənlərimizdə fərqi yoxdur. Hamısını götürə bilərik, bu mövzuya aid eləyə bilərik. Hamısında İslami bir simvol öz əksini tapır. Biz dövlət anlayışını götürəndə də görürük ki, dövlət anlayışı əsasən bir neçə anlayışı özündə toplayan təsisata dövlət deyirlər. Onlardan da birincisi əhalidir, ərazidir, suverenlikdir, qanunlardır və hakimiyyətdir. Əsasən bu dövlət təsisatını birləşdirən elementlərdir. Və mənbə olaraq da, dövlətin mənbə olaraq da əsasən xalq götürülür. Ölkə gəldikdə isə bu biraz elə dövlət siyasi təsisat hesab olunur, amma ölkə ümumi deməli ərazi və əhaliyə aid edilir. Bizim ərazilərimizdə İslam simvolları mövcud olduğu üçün, əhalinin də 90%-dən çox müsəlman olması üçün deməli Azərbaycan İslam ölkəsi hesab olunur. Əlbəttə ki, konstitusiyada heç bir dini mənsubiyyət yazılmayıb. Azərbaycan dünyəvi və sekulyar bir dövlət, hüquqi dövlət hesab edirlər və s. Bunlar deməli hüquqi baxımdan yanaşmalardır və istədikləri kimi bu işi deməli bu cür terminlərdən istifadə edirlər. Əsas məqsəd isə mən buna yenə də toxunacağam və çalışacağam sonda buna toxunum. Əsasən Azərbaycanı deməli son illərdə Azərbaycanla bağlı çalışılan əsas məsələ bundan ibarətdir ki, Azərbaycanı İslam dünyasından qoparsınlar, Azərbaycanı qeyri-müsəlman dövlətlər sırasına salsınlar. Bu, Azərbaycanla bağlı aparılan siyasətin bir hissəsidir. Biz bu barədə kifayət qədər danışmışıq və yenə də burada yeri gəldi, deməli biz bunu demiş olduq. Və mən müraciət edirəm bu mövzuda bir mənbəyə, Seyyid Əl-Xamenei Həzrətlərinin Allah onun da bütün yerin göyün bəlasından hifz eləsin, ona sual ünvanlayıblar və mən sualı cavabı sizin ixtiyarınızda çatdırıram. Buyururlar ki, dövlət
dünyəvi dövlətdə yaşayıram, bir nəfər sual verib ona. Dövlət rəsmi dini İslam dinidir. 90% müsəlmanlardır. Bəli, yarı böləndə 10% sünni və 75% şiə sayılır, müsəlmandır. Bu ölkədə İslam ölkəsi demək olar. Məscidlərdəki bəzi şiə din xadimləridir. Onlara iqtidə etmək olarmı? Bu təqribən mən elə biraz əvvəl danışdığım mövzunun bir xülasəsi kimi də bunu deyə bilərik. Amma bu faktiki olaraq bir sual kimi ünvanlanıb. Seyyid Əli Xamenei cənabları, Allah onu yerin göyün bəlasından hifz eləsin, buyururlar ki, cavabında, bəli, bu ölkə müsəlman ölkəsi sayılır. Bəli, biz dediyimiz kimi əhalinin böyük əksəriyyəti müsəlmandırsa, ora müsəlman ölkəsi kimi sayılır. Əgər imam cəmaatın şərtlərinə malikdirsə, ona iqtida edə bilərsiniz. Yenə də burada bir məsələni qoyur ki, iqtida mövzusunda əməlli risalə kitablarında imam cəmaatın şəraiti qeyd olunur. Onu da ağa burada buyurur ki, ağıllı olmalıdır, ədalətli, 12 imam şiyyəsi, halalzadə, ehtiyata görə həddi buluğa çatmış bir fərd olmalıdır. Həmçinin namazı düzgün qılmalıdır. Əgər məmun kişidirsə, cəmaat namazda kişi olmalıdır. Yəni, kişi məmunlara xanım pişnamaz, imam cəmaat ola bilməz. Ədalət məsələsi burada da öz əksini tapır, xüsusi şəkildə qeyd olunur. Deməli, bizim birinci təqdim etmək istədiyimiz mövzu bundan ibarətdir ki, Seyyid Əli Hüseyni Sistani cənablarının verdiyi bu cavab Azərbaycanı əhatə eləyir, etmir. Aydın olur ki, bəli, bu Azərbaycanı əhatə edir. Azərbaycan müsəlman ölkəsidir. Azərbaycan, dediyim kimi, xüsusən son 10 ildə Azərbaycanı qeyri-müsəlman ölkələri siyasına salmaq istəyirlər. Hətta Azərbaycanda baxmayaraq ki, İslam ölkələr təşkilatına üzvdür. Buna baxmayaraq bir çox xristiyan klublarında Azərbaycanın təmsil olunmasına daha çox meyl göstərilir və eyni zamanda deməli 2019-cu ildə Amerika Birləşmiş Ştatlarının bir layihəsi olan şəxsən Trump tərəfindən ortaya atılan İbrahim sazişində də Azərbaycanın qatılması eyni zamanda bu prosesin əsas hissəsidir. Biz bu barədə bir neçə videoda öz fikirlərimizi səsləndirmişik ki, Azərbaycanı qeyri-İslami ölkə kimi təqdim edirlər, dünyaya çalışdırmaq istəyirlər ki, birinci, Azərbaycanı şiə camiyyəsindən qoparsınlar, ikinci də ümumiyyətlə İslam camiyyəsindən, İslam aləmindən Azərbaycan qoparılsın və Azərbaycanda baş verən bəzi proseslər, daxili proseslər də məhz buna hesablanıb ki, Azərbaycan şiə və İslam camiyyəsindən qopardılsın, uzaqlaşdırılsın. Bu aydın olan məsələ budur ki, bu deməli Sistani ağanın bu göstərişi Azərbaycana birbaşa aidiyyatı var. Bu bir mənalı belədir. İndi biz gəlin görək Azərbaycanda ümumiyyətlə vəziyyət nədən ibarətdir. Əzizlər, biz hamımız bilirik Azərbaycanda dini camiyyədə vəziyyət nədən ibarətdir. Birinci olaraq bunu altını qırmızı hərflərlə, qırmızı xətlə çizdiyimiz bir mövzu budur ki, Azərbaycanda 5000 təqribən 5000 rəqəminin ətrafında olan bir sayda Azərbaycanda ruhanilər, dindarlar həbs olunur və bunların böyük əksəriyyəti də deməli zülmə barışmayan Əhl-i-Beyt məzhəbinin sadiq nümayəndələridirlər və biz hətta görürük ki, Azərbaycanın ən savadlı, imanlı ruhaniləri də bu deməli sıradadırlar, bu listədədirlər. Saxta ittihamlarla onlar həbs olunublar və heç bir gün onların haqqında ortaya atılan ittihamların heç biri tövsif olunmur bu şəxslər haqqında. Biz Şeyx Sərdar, Hacı Mətləb, ondan sonra Şeyx Siyasət, Seyran, Hacı Əli yaşlı bir ruhanidir, dəyərli bir ruhanidir. Hacı İlham, Qədir, sonra yəni saymaqla bitməyən yüzlərlə ruhani və saymaqla bitməyən minlərlə dindar şəxslər var, üzr istəyirəm. Bunların hamısı Azərbaycanda hakimiyyət tərəfindən, rejim tərəfindən
şərlənərək həbs olunublar. Bunlar deməli böhtan atılaraq, böyük böhtanlara məruz qalıblar. Böhtan, şər, günahsız yerə insanları ittiham eləmək, günahsız yerə insanların azadlığını çalmaq. Çünki İslam məntiqində, İslam mənbələrində biz rast gəlirik ki, insana verilən, Allah tərəfindən insana verilən ən böyük nemət onun ağıl və azadlığıdır. Hakimiyyət isə, rejim isə insanların Allah tərəfindən verilmiş böyük azadlığını, böyük nemət olan azadlığını əlindən alır, məhdudlaşdırır. Bu baxımdan da deməli Azərbaycanda məscid ruhanilərinin, məscid axundlarının əksəriyyəti, indiki axundlardan söhbət edir, əksəriyyəti rejimin bu davranışına haqq qazandırır və rejimin deməli həbslərini, həbs etdikləri şəxsləri günahkar hesab edir və hətta bu barədə fikirlər də səsləndirirlər və s. Mən təqribən 15 il, 20 il əvvələ qayıtsam, Azərbaycanda ruhani cəmiyyət, ancaq ruhanilər bir neçə qrupa bölünmüşdülər. Bir qrup bundan ibarətdir ki, onlar sırf Əhl-i Beyt məktəbini izləyirdilər və hakimiyyətin hər hansı bir məscidi ilə, şeyxi ilə və s. qəti əlaqə qurmaq istəmirdilər. Onlar öz mövqeylərini qoymuşdular və sırf Əhl-i Beyt məktəbinin davamçıları kimi tanınırdılar. Mən misallar çəkmək istəmirəm, amma sadəcə bölgüləri deyəcəm. Bir qrup insanlar bunlar idi, ruhanilər daha doğrusu bunlar idi. Bir qrup ruhanilər onlar idi, ikinci qrup isə onlar idi ki, onlar da Əhl-i Beyt yolunu izləyirdilər və xalqın sevimli ruhaniləri idilər, xalqın inandığı, güvəndiyi, arxasında rahatçılıqla iqtida edib namaz qıldıqları, xumsun zəkatını təhvil verə biləcəyi ruhanilər idilər ki, onlar məsciddə müxtəlif dövrlərdə ağsaqqallıq eləmişdilər, məscidlər tikmişdilər, məscidlərdə axund vəzifəsində çalışırdılar. Yəni onları dövlət, yəni Allahşükür Paşazadənin rəhbərliyi elədi Qafqaz Müsəlmanlar İdarəsi, ondan sonra o görev alındı, verildi dini komitəyə. Dini komitə bilirsiniz 2001-ci ildə təsis edilib. Təqribən 2001-ci ildə səhv etmirəmsə təsis edilib. Yəni nə dini komitə tərəfindən, nə Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən görevə təyin olunmayan, o vəzifəyə təyin olunmayan axundlar idi. Onlar hörmətli, izzətli ustadlardılar və bir dövrə qədər onlar fəaliyyət göstərdilər. Hökumət dini sahədə, yəni deməli, bütün siyasətini tam oturuşmuş formaya hazır gətirib çıxardandan sonra onları hər hansı bir formada onları uzaqlaşdırdı. Yəni artıq o insanlar hər hansı bir məscidin axundu vəzifəsində daşımırlar. Onlar bəziləri məsələn həbsdə olundular müəyyən müddət, ölkədən qaçdılar. Bəziləri məsələn sakit göz həbsində deyək də, bəzi nəzarətdədirlər və s. Bu ikinci qrupa aid olan ruhanilərin xasiyyəti idi. Üçüncü qrup isə elə əvvəlinci gündən Allahşükür Paşazadənin, şeyxin idarəsi, Qafqaz Müsəlmanlar İdarəsinin təyin elədiyi axundlar və birmənalı olaraq Qafqaz Müsəlmanlar İdarəsinin deməli nəzarətində və göstərişləri əsasında fəaliyyət göstərən axundlardılar. Bunlara da bir 15-20 il bundan əvvəl şeyxin mollaları deyə bir termin var idi. Elə istifadə olunur, elə şeyxin mollaları. Şeyxin mollaları kimi tanınan şəxslər idilər. O ruhanilərdə demək olar ki, əvvəlinci gündən əhalinin əksəriyyəti, dindarların əksəriyyəti iqtida etmirdilər. Ondan sonra onlara xums zəkat vermirdilər. Onlar mənəviyyat cəhətindən onlara çox da güvən yox idi, etibar yox idi. Bunlar məlum idi. Deməli, əziz izləyicilər, 15 il əvvələ qədər, 10-15 il bundan əvvəl daha doğrusu, Azərbaycanda ruhanilərin, mollaların, axundların təsnifatı bu formada idi. Amma dediyim kimi, Əliyev hakimiyyəti dini baxımdan bütün deməli postları ələ keçirdəndən sonra, bütün tam nəzarəti ələ götürəndən sonra bir və ikinci qrupları tam sıradan çıxartdı və onları tam uzaqlaşdırdı. Hətta indiki vəziyyətdə Azərbaycanda hökumətin nəzarəti olmadan, hökumətin daha doğrusu dini komitənin
molla kimi harasa təyin etmədiyi şəxslər hər hansı bir dini fəaliyyətlə məşğul olarlarsa, onlara dərhal onlar cərimələnirlər. Məsələn, bir adam, dəfələrlə biz bunu da görmüşük ki, bir adam öz qohumunun yas məclisinə gedir, molladır, amma dini komitə onu mollalıq vəzifəsindən uzaqlaşdırıb, məhrum eləyib. Orada bir neçə kəlmə dindən, Qurandan danışır və həmən adam, həmən ruhani deməli, cərimələniblər, o ruhani cərimə edir hökumət. Bu hallara da bizim şahidlik edirik. Bunu ona görə deyirəm ki, artıq Azərbaycanda məsələ çox gün kimi aydındır. Bugün Azərbaycanda mollalıq eləyən, ruhani eləyən, axundluq eləyən şəxslər birmənalı olaraq dini komitənin təyinatı ilə vəzifə alan şəxslərdirlər və bunların da əsas məqsədi deməli Azərbaycanda hakimiyyətin istədiyi kimi dini təbliğat eləməkdir. Yəni Allahın, Peyğəmbərin, Əhl-i Beytin təqdim etdiyi İslamı deyil, İlham Əliyevin təqdim etdiyi və görmək istədiyi İslamı təbliğ etməklə bunlar görəvləniblər. Və biz hər gün də görürük ki, bu şəxslər deməli Azərbaycanda dinlə bağlı olan müxtəlif yanlış qərarların, yanlış göstərişlərin icrasına çevrilə bilər. Yəni Azərbaycan hökuməti əvvəl dinə qarşı, İslam'a qarşı özü birbaşa başqı göstərirdisə, amma son illər bunu elə vəziyyətə gətirib, özü heç daha məsələn dinə başqısını göstərmir. Elə bir vəziyyət yaradıb ki, məscidlərdə, ziyarətgahlarda, Azərbaycanda, dini camiyyədə ruhanilər özləri bu işləri görürlər, özləri hökumətin bütün din siyasətini həyata keçirdirlər. Biz hökumətin zülmlə bağlı olan məsələsinə də mövqeyimizi qoyduq ortaya və diqqətə çatdırdıq ki, Azərbaycan hökuməti zülmlə bağlı nə işlər görür. Bunu ona görə xüsusi qeyd edirəm ki, bütün müctəhidlərin fətvalarında biz görürük ki, ədalət mövzusunda zalimə dəstək olma məsələsi də qeyd olunur. Əgər bir adam, demək, bir ruhani, bilavasitə, birbaşa zalimi dəstəkləyirsə, o adamın yanında, o adama deməli, iqtida eləmək, o adamın arxasına namaz qılmaq, o adama dini, deməli, vacibatı təqdim eləmək və s. Bunlar icazə verilmir. Çünki bütün müctəhidlərin göstərişində, fətvalarında qeyd olunur ki, zalimə bilavasitə, açıq şəkildə birbaşa zalimə dəstək olan, yardım edən şəxslər onların arxasında namaz qılmağı icazəli deyil və onlar birmənalı olaraq zalimə dəstək olduqları üçün ədalətdən düşüblər. Yəni əslində məsələ deməli piş namazın cemaat imamının, imam cemaatın şərtlərində ki, ədalət mövzusu xüsusi qeyd olunur. Ədalət mövzusunda izahında, yəni bu məsələdə öz yerini tapmış olur. Əziz izləyicilər, bilirsiniz ki, biz Azərbaycanda görürük, hər gün Əhl-i Beyt məktəbinə qarşı nələr baş verir, insanlar necə həbs olunur və bu hadisələrə də bəzi ruhaniləri çıxardırlar, məlumdur, biz adlar çəkməklə filan ruhani bu cür biz deyə bilmərik. Hər bir insanın özünün vicdanı var, özünün insafı var, bilir ölkədə nələr baş verir və Azərbaycan elə də böyük bir ölkə deyil, balaca bir ölkədir və hamı da hamını tanıyır. Ölkədə artıq, xüsusən bu sosial şəbəkələr vasitəsilə artıq hamını tanıyır, hamının mövqeyini də bilir. Hər kəs də bilir ki, bugün məsələn Azərbaycanda hansı ruhaniyyət iqtida eləmək olar, hansı ruhaninin ardınca getmək olar, hansı ruhaninin ardınca getmək olmaz. Bu, hər kəsə məlum olan bir məsələdir. Amma bəziləri təəssüf ki, öz yanlış hərəkətlərini, hökuməti müdafiə etmə əməllərini bu vasitələrlə, müəyyən bəhanələrlə, kitabdan kitaba salmaqla və bəzi xüsusi terminlər işlətməklə istəyirlər ki, örtbasdır eləsinlər, müəyyən bəhanələr gətirsinlər. Əziz izləyicilər, bir adam, bir hakimiyyət əgər Şeyx Sərdar kimi və digər adını saymaqla bitməyən ruhaniləri günahsız yerə həbs edirsə və onları xain damğası vurursa, onlara narkoman damğası vurursa, onlara əxlaqsız damğası vurursa, bu hakimiyyət zalimdir və bu hakimiyyətin yanında durub
televiziyalara çıxıb, məsələn, bu cür ruhaniləri terrorist adlandırma, bu cür ruhaniləri dindar, deməli, günahkar adlandırma, bu cür ruhaniləri narkoman adlandırma və s. məsələlərə qol qoyan ruhanilərin necə onlara iqtida eləmək olar, necə onların arxasından namaz qılmaq olar? Və yaxud da bugün bir dənə ruhani çıxıb deyirsə ki, Azərbaycanda sabitliyi Heydər Əliyev sabitliyi bərpa eləyib, İlham Əliyev bütün Azərbaycanda, ölkədə elədiyi, nə eləyirsə hamısı doğru eləyir. İlham Əliyev ədaləti bərpa eləyib, İlham Əliyev elə eləyib, bunlar yəni ruhanilərin dilindən səslənən fikirlərdirlər ki, mətbuatda da kifayət qədər mövcuddur. Hər kəs üçün də əl çatandır. Bu cür insanın arxasında necə namaz qılınmaq olar ki, Şeyx Sərdarı və digər ruhanilər saxta ittihamlarla onlara böhtan atılaraq, abırları gedərək onları həbs eləyirlər. Həbs eləyən hakimiyyəti bir dənə ruhani çıxıb deyir ki, sən demə Azərbaycanda İlham Əliyev olmasaydı, biz Kərbəlaya ziyarətə gedə bilməzdik, biz Məşədə ziyarətə gedə bilməzdik və s. İndi o ruhaninin dalınca gediriksə, biz əgər sayğı göstəririksə, və sonunda Şeyx Sərdar nə olur? Və sonunda Şeyx Əli Behişti nə olur? Hacı İlham nə olur? Və digər o ruhanilər ki, onlar günahsızdırlar, onlar mənəviyyat adamıdırlar, onlar bu hakimiyyətin sözünü demədikləri üçün həbsdədirlər. Onlar da eləyə bilərdilər. İndiki ortada ruhani kimi at oynadanlar, cövlan vuranlar savadlı və imanlı deyil o həbs olunanlardan və əksinə də həbs olunanlar daha imanlı, daha savadlı, daha Quranı fəhm etməkdə daha güclü fəhmə sahib olan insanlardırlar. İndiki məsəl üçün bugün İlham Əliyevi tanıyan, İlham Əliyevi tərifləyən, onun arxasında onun əlini öpən, ona böyük sayğı göstərən, cənab prezident deyərək ona deməli göstərişlərinin müntəziri olan, intizarında olan şəxslər, canı başla İlham Əliyevə xidmət edən şəxslər həbs olunan ruhanilərdən nə iman baxımından, nə təqva baxımından, nə elm baxımından üstün deyirlər. Əksinə, təqva və iman baxımından aşağıdırlar ki, zalim rejimi müdafiə edirlər, zalim rejimi dəstəkləyirlər. Əziz izləyicilər, Quranda və eyni zamanda hədislərdə kifayət qədər bu mövzuda ayələr və hədislər mövcuddur ki, insanlar elə o ayə və hədislərə baxmaqla da öz şəri məsələlərini təyin eləyə bilərlər. Mən video çox uzun oldu və mən o ayə və hədislərə müraciət etmirəm ki, daha çox vaxtınızı almayayım. Əlbəttə ki, mən sonda xülasə edərək bunu deyə bilərəm ki, Azərbaycan İslam ölkəsidir və heç bir zaman zalim düşmən, qəsbkar düşmən Azərbaycanı qeyri-İslam ölkəsi kimi təqdim etməyə çalışsa da nail olmayacaq. Azərbaycan əhl-i beyt sevərlər diyarıdır. Müvəqqətidir bu şeylərin hamısı. Yenə də əhl-i beyt sevərlər Azərbaycanın həqiqi sahibləri olacaqlar. Necə ki, bu vaxta qədər məsələ Azərbaycanın həqiqi sahibi əhl-i beyt sevərlər olublar. Bu keçəri, ötəri problemlər, bunlar hamısı arxada qalacaq və eyni zamanda bunlar hamısı imtahan materiallarıdırlar. Həqiqi möminlər üçün imtahandır bu baş verən məsələlər və bundan sonra da inşallah Azərbaycan dünyanın hər yerində İslam ölkəsi kimi tanınacaq və Seyyid Əli Sistani ağanın bu həmən tövsiyə xarakterli fikri də əlbəttə ki, Azərbaycana da aiddir və burada insanlar, möminlər xüsusi diqqət eləməlidirlər. Kim zalimin yanında durub, zalimin yanındadırsa, əlbəttə ona heç bir zamanda iqtida olunmaz, ona heç bir zamanda güvənilməz. Bütün Quran məntiqində əsasən insanların qiymətləndirilməsi, insanların dəyərləndirilməsi onun harda durmasıdır. Zalimin qarşısında duran insanlar, bütün peyğəmbərlər gəlib zalimin qarşısında durublar, imamlar zalimin qarşısında durublar və hər zaman zalimin yanında duranla zalimin qarşısında duranlar, bunlar həmişə deməli haqq və batil cəbhələr məhz bu deməli müstəvidə təyin olunub. İndi də elədir. O ruhanilər ki, ruhaniliyindən, savadından, əmmaməsinin yekəliyindən, balacalığından və s. asılı olmayaraq əgər zalimin yanındadırlarsa, o insanlar, o ruhanilər heç vaxt
güvənilməyəcək. O ruhanilər ki, zalimin qarşısındadılar, məhrumiyyətlər yaşayırlar və peyğəmbərlərin, əhl-i-beytin yolunu davam etdirirlər. Onlar kimi danışırlar, onlar kimi əməl edirlər, peyğəmbər kimi yaşayırlar. O ruhanilər həqiqətən əlləri öpüləsi və göz üstə qoyulası şəxslərdilər və həqiqi İslamın da mübəlliğləri, təbliğatçıları məhz həmən ruhanilərdirlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.